Yasamal rayonunda 20 yanvar metrosuna piyada 2 dəqiqəlik məsafədə təcili olaraq 3 otaqlı mənzil satışa çıxarılıb. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takib etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili, tam və ətraflı məlumatınız olsun. Hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak bina evidir. Yerləşir Yasamal rayonunda Həsən bəy Zərdabi prospektində. Yeni inşa olunmuş hündür mərtəbəli binanın 10-cu mərtəbəsində ümumi sahəsi 110 kvadrat olan 2 otaqdan 3 otağa düzəlmə və ideal təmirli bir mənzildir ki, təcil olaraq satışa çıxarılıbdır. Biz də istədik ki, çəkiliş edib siz dəyərli izləyicilərimizə təqdim edək. Binanın qazı, suyu, işığı daimidir. Yerləşdiyi ərazi əvvəldə də bildirdiyim kimi 20 yanvar metrosuna piyada 2 dəqiqəlik məsafədə yerləşir və bu ərazidən keçən bütün avtobus xətlərinin dayanacağına da çox yaxın bir ərazidə yerləşir və həmçinin bu ərazidə yerləşən bütün yaşayış obyektlərinə Azərsel, Respublika Diaqnostika Mərkəzi, Chevrolet Avtosalonu, Bakı Biznes Universiteti, Tusi Klinikası, Şəfa Klinikası, Mirqasımov adına Respublika Klinikası və bu kimi digər yaşayış obyektlərinə də çox yaxın bir ərazidə yerləşir. Əgər sizin də satmaq istədiyiniz və yaxud icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərirsiniz və yaxud da zəng edirsiniz. Biz özümüz gəlib çəkiliş edib özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizlə paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik. Bir daha xatırladıram. Bu mənzil yerləşir Yasamal rayonunda Həsən bəy Zərdabi prospektində 20 yanvar metrosuna piyada 2 dəqiqəlik məsafədə yeni inşa olunmuş Melisa Park yaşayış kompleksində hündür mərtəbəli binanın 10-cu mərtəbəsində ümumi sahəsi 110 kvadrat olan 2 otaqdan 3 otağa düzəlmə ideal təmirli bir mənzildir ki, bu mənzilin də qazı, suyu, işığı daimidir. Liftləri işlək vəziyyətdədir. Binanın 3 mərtəbə yeraltı qarajı mövcuddur və bu ərazidən keçən bütün avtobus xətlərinin dayanacağına da çox yaxın bir ərazidə yerləşir və həmçinin bu ərazidə yerləşən bütün yaşayış obyektlərinə də çox yaxındır. Dəyərli izləyicilər, mənzilin qiyməti 250 min manatdır. Real alıcı olduğu təqdirdə ev sahibi tərəfindən də endirim olunacaq. Mənzil ipotekaya yararlıdır. Bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə 050 277 14 35 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik. Yasamal rayonunda İran Klinikasının yaxınlığında bir otaqlı mənzil təcili olaraq satışa çıxarılıb. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takib etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili, tam və ətraflı məlumatınız olsun. Hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak bina evidir. Yerləşir Yasamal rayonunda Şərifzadə küçəsində yerləşən İran Klinikasının yaxınlığında 5 mərtəbəli köhnə tikili binanın 5-ci mərtəbəsində ümumi sahəsi 35 kvadrat olan bir otaqlı mənzildir, tam təmirlidir. Mənzil bütün əşyaları ilə birlikdə satılır və orta blokdur. Yerləşdiyi ərazi bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər İnşaatçılar metrosuna piyada 2 dəqiqəlik məsafədə yerləşir və bu ərazidən keçən, yəni Şərifzadə küçəsindən keçən bütün avtobus xətlərinin dayanacağına da çox yaxın bir ərazidə yerləşir. Əgər sizin də satmaq istədiyiniz və yaxud icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərirsiniz və yaxud da zəng edirsiniz. Biz özümüz gəlib çəkiliş edib özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizlə paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik. Bir daha xatırladıram, bu mənzil yerləşir Yasamal rayonunda Şərifzadə küçəsində yerləşən İran Klinikasının yaxınlığında Hakim Abbasov küçəsində 5 mərtəbəli köhnə tikili binanın 5-ci mərtəbəsində ümumi sahəsi 35 kvadrat olan bir otaqlı, tam təmirli və bununla bərabər bütün əşyaları ilə birlikdə satılan bir mənzildir. Bu mənzilin sənədi kupcadır. Yerləşdiyi ərazi əvvəldə də bildirdiyim kimi məktəbə, bağçaya və bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər İnşaatçılar metrosuna piyada 2 dəqiqəlik məsafədə yerləşir və Şərifzadə küçəsindən keçən bütün avtobus xətlərinin dayanacağına da çox yaxın bir ərazidədir. Dəyərli izləyicilər, bu mənzilin qiyməti
100.000 manatdır. Real alıcı olduğu təqdirdə mənzil sahibi tərəfindən də endirim olunacaq. Bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə 050 277 14 35 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik. Samal rayonu Mida yaşayış kompleksində satılan 2 otaqlı mənzilə 7000 manat endirim olundu. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takib etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili, tam və ətraflı məlumatınız olsun. Hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak bina evidir. Yerləşir Yasamal rayonunda, Şərifzadə küçəsində yerləşən 3 saylı Asan xidmətin arxasında. Təxminən 500-600 metrlik məsafəsində yeni salınmış Mida yaşayış kompleksində. 9 mərtəbəli yeni inşa olunmuş binanın 6-cı mərtəbəsində. Ümumi sahəsi 60 kvadrat olan qanuni 2 otaqlı, tam təmirli bir mənzildir. Sənədi kupçadır, ipotekaya yararlıdır. İsitmə sistemi kombidir, mənzil tam təmirlidir. Yerləşdiyi ərazi məktəbə, bağçaya və bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər 9, 10 və 7B nömrəli avtobus xətlərinin sonuncu dayanacağı demək olar ki, Mida yaşayış kompleksinin daxilindədir və həmçinin binanın qazı, suyu, işığı daimidir, lifləri mütəmadi olaraq işləv vəziyyətdədir. Əgər sizin də satmaq istədiyiniz və yaxud icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərirsiniz və yaxud da zəng edirsiniz. Biz özümüz gəlib çəkiliş edib özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizlə paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik. Bir daha xatırladıram, bu mənzil yerləşir Yasamal rayonunda, Mida yaşayış kompleksində, 9 mərtəbəli yeni inşa olunmuş binanın 6-cı mərtəbəsində. Ümumi sahəsi 60 kvadrat olan qanuni 2 otaqlı mənzildir ki, mən bu mənzili təxminən bir 10-15 gün bundan öncə paylaşım etmişdim. Onda 157.000 manata deyilirdi. Hal-hazırda 7.000 manat endirim olunduğu üçün yenidən paylaşım etdim ki, siz dəyərli izləyicilərin də xəbəri olsun. Əvvəldə də bildirdiyim kimi binanın qazı, suyu, işığı daimidir. Yerləşdiyi ərazi məktəbə, bağçaya və bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər bu ərazidən keçən bir neçə avtobus xəttinin dayanacağına, daha doğrusu keçən dedikdə 7B, 9 və 10 nömrəli avtobus xətlərinin sonuncu dayanacağı Mida yaşayış kompleksinin daxilindədir. Dəyərli izləyicilər, bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə 050 277 14 35 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik. Yasamal rayonunda Mida yaşayış kompleksində qanuni 3 otaqlı, ideal təmirli bir mənzil satışa çıxarılıb. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takib etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili, tam və ətraflı məlumatınız olsun. Hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak bina evidir. Yerləşir Yasamal rayonunda, Şərifzadə küçəsində yerləşən 3 saylı Asan xidmətin arxasında təxminən 500-600 metrlik məsafəsində yerləşən yeni salınmış Mida yaşayış kompleksində 9 mərtəbəli yeni inşa olunmuş binanın 5-ci mərtəbəsində ümumi sahəsi 85 kvadrat olan qanuni 3 otaqlı, ideal təmirli bir mənzildir ki, təcili olaraq satışa çıxarılıbdır. Biz də istədik ki, çəkiliş edib siz dəyərli izləyicilərimizə təqdim edək. Niyə ideal təmirli deyirəm? Ona görə ki, mənzil şirkət təmiri deyil, sahibi tərəfindən göründüyü kimi də şəkillərdən göründüyü kimi yenidən təmir olunubdur. Mənzilin qazı, suyu, işığı daimidir. Binanın yerləşdiyi ərazi məktəbə, bağçaya və bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər sonuncu dayanacağı Mida yaşayış kompleksinin daxilində olan 9, 10 və 7B nömrəli avtobus xətlərinin sonuncu dayanacağına da çox yaxın bir ərazidə yerləşir. Əgər sizin də satmaq istədiyiniz və yaxud icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərirsiniz və yaxud da zəng edirsiniz. Biz özümüz gəlib çəkiliş edib özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizlə paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik. Bir daha xatırladıram, bu mənzil yerləşir Yasamal rayonunda, Mida yaşayış kompleksində, 9 mərtəbəli yeni inşa olunmuş binanın 5-ci mərtəbəsində.
Ümumi sahəsi 85 kvadrat olan qanuni 3 otaqlı, ideal təmirli bir mənzildir. Mənzilin qazı, suyu, işığı daimidir. İsitmə sistemi kombidir. Mənzil əşyaları ilə birlikdə satılır. Əvvəldə də bildirdiyim kimi mənzilin qazı, suyu, işığı daimidir. Yerləşdiyi ərazi məktəbə, bağçaya və bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər bir neçə avtobus xəttinin dayanacağına da çox yaxın bir ərazidə yerləşir. Mənzilin sənədi kopçadır, ipotekaya yararlıdır. Qiyməti 225.000 manatdır. Real alıcı olduğu təqdirdə yəqin ki, ev sahibi tərəfindən də endirim olunacaq. Bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə 050-277 14-35 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik.